Elə sıradakı süjetimizdə də yeni aparılan tikinti işlərindən əziyyət çəkənlərdən də bu dəfə bir nəfər yox, bir neçə ailə plana düşmüş evlərini dəyər dəyməzinə alan tikinti şirkəti ilə üz-üzə gəlib. Ev nə vəziyyətdədir? O daha dörd bir tərəfi ki, uçutmayıb. Təmiz spalni, qarıvatın üstü, stenkanın üstü nə vəziyyətdir? Düşdükləri vəziyyətdən çıxış yolu tapa bilməyən sakinlər Bakının Nərmanov rayonunun Nəsib və Yusifbəyli küçəsi 53 ünvanında məskunlaşanlardır. Sakinlərin şikayətindən danışmazdan əvvəl onu deyim ki, Zirvə A MTK sözügedən ünvanda ərazini tikinti aparmaq üçün alıb. Ev sahiblərinin bəzilərinin isə kompensasiya qarşılığında evləri sökülüb. Xeyli sakin isə onlara heç bir məbləğin təklif olunmadığını və ərazidə yaşayış olması nəzərə alınmayaraq söküntü işlərinin aparıldığını deyir. Ərazidə çəkiliş apardığımız zaman söküntünün həqiqətən də qaydalara uyğun olmadığının şahidi olduq. Belə ki, söküntü meydanında heç bir kommunikasiya xətləri kəsilməyib. Hər halda bu da ətrafdakı sakinlərə real təhlükə yaradır. Dağıntı işlərinin təsirindən şikayətçilərin yaşadıkları mənzillərdə çatlar yaranıb. Digər bir maraqlı məqam isə sakinlərə heç bir məbləğ təklif olunmadan onların məhkəməyə verilməsidir. Hər halda şikayətçilər belə deyir. 2 dəfə məhkəmə olsa da MTK tərəfi proseslərdə iştirak etməyib. Qapını açdım, getdim gördüm ki, pəncərəni söküblər, yanlarındakı kubik daşları tökülüb yerə. Baxış gəldi, dedi, nənə qadan alım, heç yerə zəh vurma, işin yoxdur, mən gəlib pəncərəni qoyacağım yerinə. Dedim, sən pəncərəni qoyacaksın, yataq odağın bu günə çalan, eşikdə milyon adam baxır, sən qəbul elərsən, mən də qəbul eləyim. Dedi, mən deyirəm, zəng eləmə, düzətdirəcəm, hara istərsən, deyə getsən deyinə. Arada töküblər, taxtadır, daşdır, ağaçdır, uşaqlar, hamısı balaca uşaqlar var. Hər evdə 4-5 dənə uşaq var. Kimsinin kıçına düşür, kimsinin ayağına mismar batır. Onlar zorlama elə deyir ki, sökəcəyik, dağıdacağıq. Şikayətçilər deyir ki, MTK-nın söküntü və mənzil sahibləri ilə danışıq işləri Baxış adlı makler tərəfindən aparılır. Məsələni aydınlaşdırmaq üçün sakinlərlə birgə həmin şəxsin ofisinə getdik. Əvvəlcə Baxış Bünyadov MTK ilə heç bir əlaqəsinin olmadığını dedi. Ancaq daha sonra etiraf edərək alqı-satqı işlərinin ona məxsus olduğunu bildirdi. Sakinlər isə heç bir danışıq olmadan onların nə üçün məhkəməyə çağırıldığını soruşduqda isə iki tərəf arasında mübahisə yarandı. 2500 verin, gelin verekle 10 bine verin. Ne zaman canlısınıza? Sen ne? Daha sonra Baxış Bünyadov şikayətlənənlərə qiymət təklif olunduğunu, ancaq sakinlərin həmin məbləğlə razılaşmadığını dedi. Bunların sənədində məsələ 50 kvadrattırsa, artırması var 70 kvadrat, 50 kvadrat, 40 kvadrat. Eyni vəziyyətdə də o səviyyədə də çöldən çölə ölçülür, onların pulu verilir. Qiymət də burada nəzərdə tutulur. 1800, 1500 civarında. Hər halda yenidən məhkəmə olacaq və qanunla müəyyən olunmuş qaydada qiymət təyin olunacaq. Yəqin ki, son qiymət hər iki tərəfin ürəyincə olar.